Bir nəfər yazıb ki, ay millət, ayrı yerdən utindi almayın, ancaq Roman qardaşdan alın. Mənim qohum ayrı yerdən almışdı, pis qoxusu var idi. Ancaq Roman qardaşdan aldıq, heç pis qoxusu yox idi. Rahat qəbul etdik. Demək yox, elə yox. Ancaq Roman qardaşdan almaq yox, elə yox, təbii ki. Mən o qədər utindi çatdıra da bilmərəm. Elə ancaq elə biraz gətirirəm, təmiz utindi, indi biraz tapmaq nə bilmir vallahi. Amma pitoklublardan ala bilərsiniz, halal insanlardan ala bilərsiniz. Yəni, o qədər halal insanlar var ki, Allahdan qorxan insanlar var. Halal ticarət edən insanlar çoxdur təbii ki. İnşallah ala bilərsiniz. Elə indi məndən də yox. İndi mən gücüm yetdiyi qədər insanlara indi verirəm də, yəni gücüm yetdiyi qədər. Demək, sosial şəbəkələrdə mən bir şey gördüm. Demək, utindi köklərini göz önündə çəkib verirlər. Kofemolka, balaca kofemolkadır. Kökləri atdılar təsirlə, mən də video baxdım. Təbii ki, üyütdülər, dedilər, biz göz önündə üydü veririk. Yəni, əminlik, təmizlik, nədir, nəysə, öyle tək elə təmiz olsun, laf gözəl. Amma bir şey deyim sizə, mən əsl kökləri gətirmişəm bir müddətdə özüm. İnanın ki, o kökləri mən həmən kofemolkaya atsam, həmən kofemolka məndə evdə də var. Bir dənə knopkaya basmaqla kofemolka yanar kül olar. Çünki o kök çox sərtdir, sərt. O boyda kofemolkanın ona güc çatmaz. Mümkün deyil. Onun spesial aparatı var, böyük aparatdır. O daşı da atsan ora toz kimi edir. Yəni o əsl utindilər orada üyüdülür. Balaca kofemolkada onu üyütmək mümkün deyil. Yanar. Bir dənə knopkaya basmaqla kofemolkan motor yanar da, yəni belə bir şey. Yəni o demək deyil, mənim gözümün önündə qarazirə yağını çəkdilər, verdilər toxumdan, yaxşı toxum dedi, həbəşdir. Xeyr. Toxumlardan məlumat lazımdır. Onlar laboratoriyadan çıxmalıdır. Bax, o problemlər var. Onlar hamısı çoxsu gübrə ilə böyüdülmüş. Yəni əkilmiş, nə bilim, ucuz toxumlardır, sən onu bilə bilməzsən. Onlar hamısı laboratoriyaya gəlir, herbafloraya. Orada hamısı yoxlanılır. Təsəvvür edin ki, hamısı dəqiqliklə yoxlanılır. Bu ayrı məsələdir. Yəni, valla, nə deyim, bilmirəm. Mən çox danışacağım, deyəcəklər, belədir, elədir. Çox danışmaq da istəmirəm heç. Biraz diqqət edin alacağınız məhsula. Ola bilər, məndən kimsə məhsul alırsa, məndə biraz baha olur. Təbii ki, yaxşı məhsulu tapıb gətirmək, ortalığa çıxartmaq mənə də baha başa gəlir. Ona görə məndə biraz bahadır. Bax, insanlar ondan narazılıq eləyə bilər. Hə, bəli. Ondan narazılıq eləyə bilər ki, hə, biraz bahadır. Amma yəni, ucuz almaq istəyirsinizsə, inşallah ki, nə bilim, valla, nəysə.